Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ proqnozlaşdırılır. Globalinfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdürü Qulam Babayev deyib. Seysmoloqun sözlərinə görə, sözü gedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss olunan olub. Qulam Babayev qeyd edib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki Oğuz, Quba Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür. Seysmoloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib. Onun sözlərinə görə, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır. Hazırda Bakıda müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib. Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda sürüşkən yol işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.